əgər bir insan təklikdən ümumiyyətlə qorxursa, özünlə baş-başa qala bilmirsə, həmişə özünü məşğul edəcək fəaliyyətlər arxasınca qaçırsa, bu normal deyil. Belə ki, bizim beynimizdə default mode network var, hansı ki bu insanın tək qaldığı zamanda, yəni səs-küydən uzaq qaldığı anda beynin işləmə mexanizmidir. Ətrafdan diqqətimiz dağılır və öz daxilimizə yönəlir. İstər-istəməz də insanın öz daxilinə diqqəti yönəldiyi halda daxilində olan narahatlıqlar, keçmişlə bağlı xatirələr, düşüncələr, onu narahat edən hisslər, bəlkə gələcəyə dair düşüncələri, bütün bunlar aktivləşir və nəticədə insan onlarla baş-başa qalanda özünü itirdiyini hiss edir. Digər bir səbəb isə insanın təklik qorxusu ola bilər. Yəni təklik təhlükədir mesajı varsa əgər insanın beynində, təbii ki, o tək qalmaqdan qorxacaq. Yəni tək qalmaqdan qorxu da onun əslində öz düşüncələrinin üzləşməsi deməkdir. Təklikdən çəkinmək, daim digər ortamlarda olmaq, səs-küylü ortamlara getmək, özünü nəyləsə məşğul etməyin əsas səbəbi budur. İnsan öz daxili düşüncələrindən, özünün keçmiş problemlərindən, beynində fırlatdığı fikirlərlə yalnız qala bilmir, onlar yadına düşür və onlarla üzləşməmək üçün daim özünü məşğul edəcək fəaliyyət.